Ağlıma belə gəlməzdi ki, eşeğin sənədi olar. Ləkit kəndində səfərim zamanı eşeklə video paylaşanda dostum Ozal yazdı ki, Safiyə xalanın işləyir, bilirsən neçə yaşı var? O vaxt Dağıstandan gətiriblər, pasport zadda var. gözəl mənzərələri izləyə-izləyə Ləkit kəndinə yol aldım. Ozal'la görüşdüm. Safiyə xala ilə getməmiş əl işləri ilə tanış oldum. Onu da qeyd edeyim ki, Ozar divar rəsmləri, portretlər və sair çəkir. Səhifəsinə daxil olaraq əl işləri ilə tanış ola bilərsiniz. Davamında Ozal'la birlikdə Safiyə xala ilə getdik. Qapı açıq qalıyor. Ay salam əleykum. Safiyə xala, salam əleykum. Necəsiz? Nə var, nə yox? Sağ başınız keçsin. Eşeği evdə olmadığı üçün axtarışına başladıq. Axırda eşeği tapıb gətirmək istədik. Başda yola gəlsə də sonrasında çətinlik törədib əlimizdən qaçdı. Safiyə xala ilə söhbətimizə davam elədik. Daha çox maraqlı videolar üçün mən kanalıma abunə olmağı, takip eləməyi, videolarımı bəyənib paylaşmağı unutmayın. Necəsən Safiyə xala? Şükür yaxşı olun, sağ olun. Allah sizdən razı olsun. Gəldiniz, məni yada saldınız. Mən qoca nənəni yada saldınız, əməli sevindim. Axşam videomu paylaşanda Ozal mənə yazdı ki, Tahir, xəbərim var idi, o eşeğin sənədi var. O vaxtdan deyir, Dağıstandan getiriblər, 30-dan da çox yaşı var. Fikirləşdik ki, bir eşek alaq. Heç olmasa eşek köməyimizə çatsın. Ona görə eşeği aldıq, şükür, yaxşı ki onu da aldıq biz. Çünki bizi çox əlimizdən tutdu, bizə çox kömək oldu. Otunu, odununu, şaxını, cırpısını o eşeklə gətirdik. Eşek bizi çətinlikdən çıxmaq kömək elədi o vaxtı. Çünki o vaxtlar maşında çətin idi, biraz dolanışıq da çətin idi. Yəni pul gələn yer də yox idi, kolxoz dağılandan sonra harda işləyəsiydi. Hamı özü üçün bir baba özünü köçünsüdən çıxarıydı. O qədər çətin günlərimizdə o bizi dardan qutardı, çətindən qutardı. 3 övladının 4-cüsü də o olubdu mağa. Ona görə də biz onu çox istəmişik. Düzdür, işlətmişik də, baxmışıq da. Allahın qisməti nə vaxt ölər. Allah verən ömürdür. İnsanlara necə ömür veriyor, ona da elə ömür veribdi. Yəqin onda ömrünü çox veribdi. Deyirlər eşek 30 yaşdan çox yaşamıydı ya. Şükür mənim eşeğim hələlik yaşı idi. Nə təkəndiyə mənə yoldaşlıq eləyirsə, mənə tək qoysun. Yəni bu eşeğin sənədini getsənə baxaq bir də, maraqlı gəlir. Hər şeyin yaş kağızı olur. Eşeğin yaş kağızını heç kəs görməmişdi. Bu da olsun eşeğin yaş kağızı. Vallahi çox maraqlıdır. Eşek cinsi dişi, rəngi boz, təvəllüdü 1992-ci il. 1994-cü ildə Dağıstan Muxtar Respublikasının Rutul rayonundan Qax rayonunun Ləkit kəndinə gətirilib. Yəni eşek nadir heyvandır ki, sənədi var. Deməli Eşeğin sənədi olmuyor, onu da unutma. 92-ci il təvəllüdcüsə, bu gün də 2026, 8-34 yaş eləyir. Deşdim ki, daşlayırlar bəzən də eşeği. Nə deyək? Allah hamının ürəyinə görə versin. Həmişə rəhmətli yoldaşım həmişə yük daşıyıbdı. Mən də onun yanında gedib gələ görmüşəm ki, onun eşiyi necə yükləyir. Onun haçaları var. Haçalarına birinci haçaları bağlayır. Üstündə alığı var. Bizdə alıq deyirlər, bilmirəm. O sarbaşlılarda da alıq deyir. Yəqin ləzgilərdə alıq deyir. O yoldaşımla mənə qalan yadigardır. Deyirlər, niyə saxlayırsan? Deyim, o yoldaşımla mənə qalan yadigar. Mən sağam onu saxlayacağım. Çünki bizim çətin günlərimizin yoldaşı olub, çətin günlərdə yaxşı olub. İndi qocalanda heyvanı atmaq olarmı? Yox. Allah yoldaşınıza da rəhmət eləsin. Tək həmişə xoş günlər olsun. Qayda nəvələr gəldi bilirsən, hər misi onu birinə mindirirlər. Can nənə apar bizi eşiyə birinə mindir. Sonda isə söhbəti yekunlaşdırıb eşeği ilə sağollaşıb evə yollandım. Daha çox maraqlı video üçün məni takip etməyi unutmayın. Növbəti vloqlarda görüşənədək.